Mən sizə başa salıram, bu mütəxəssislər bunu eləyir. Onda mənə dedi, İradə, var insan energetik olaraq qidalanır. O məndə sentyabr ayında olmuşdu. Ki, mən daha bu yerə məxsus deyiləm. Həyat mənim üçün mənasızdır. O insan deyir, nəvəmi görüm, nəticəni ögüm. Anam rəhmətə gedib, biz ailə qurmamışıq. Gördü nə oldu, görmədi nə oldu. Yəni o mənə belə də mənasız gəldi. O içimdə belə boşluq idi. Nə görməlisə onu da görəcək. Hə, biz o deyir ki, ölməyim qalım, evladlarımı böyüdüm. Anam öldü, biz böyümədik, maşallah böyüdük. Allah atamın qəni rəhmət eləsin, nəysə. Yəni o belə boşluq dedim və Rəna xanım deyir ki, yox, ola bilsin bu problem olub, sən bu vəziyyətə düşmüsən. Bu problem olub. Deyirəm ki, yox, o deyil. Mən bura aid deyiləm. Məni yerə yendir. Bu məqamda Rəna xanım olmasa, sizi kimi insanlar gedib ayağı yalın gəzməlidir yerdə. O enerji, mən sizə başa ona deyirlər torpaqlanma. Gəzmişəm mən, hə. Siz gərək onu tapasınız. Yəni burada mütəxəssis olmasa rayonda yaşayır cəmaət. Yəni ki, onlar mütləq nəsə eləməlidir, gedib ağa çəkməlidir. Nəsə belə əl torpağa dəyməlidir. Və o bir söz dedi mənə. İndi mən sizə bunu da izah eləyəcəm. Var deyir insan. Bu insandır, düzdürmü? Sizdə budur, bu vəziyyətdir. Mən ona görə deyirəm, sizə mütəxəssis lazımdır. Deyir, biz energetik olaraq qidalanırıq, düzdürmü? Energiya gəlir. Və bu yayılır bütöv bədənə. Səndə isə bütöv bədən, sizdə o vəziyyətdir. Elə bir bədən yerdə deyil, sən bu vəziyyətdəsin. Hamısı baxır yuxarı. Başa saldım sizə, elə bir energiya bura gedir. Bədəndən yuxarı. Artıq elə bir qidalandırmır, bədən də yuxarı baxıb. Deyirəm, həyatımda nə istəyirdim, hamısını gördüm. Həyat indi mənə mənasızdır. Nə maşın dəyişdirmək istəmirəm, nə ev almaq istəmirəm, heç nə istəmirəm. Boşunadır mənə. Və onda o məni başladı endirməyə. Endirəndən sonra, yalan deyirəm, bəlkə 2-3 gün keçdi. 2-3 gün keçəndən sonra 5-ci günün yoqası idi. İnsanlar yığılır, gəlmişəm ora. Bir xanım var idi. Deyirəm ki, sən buradasan. Niyəsə mən o xanımı başladım axtarmağa. Sən buradasan. Dedi, Rəna xanım, buradayam. Burada ol. Deyirəm, hə, buradayım. Özüm-özümə deyirəm, mən niyə onu axtarıram? Hə, sən burada ol. Hə, buradayam. Nəsə praktikanı eləyirik. Orada 2 çakra arası tənəffüs olur 1 saat. Tənəffüsdən çıxandan sonra mən başa düşdüm ki, mən o xanımı niyə axtarırdım. Deyirəm, mənim yanıma yaxınlaşırsın, dərs qutarandan sonra. Yaxınlaşır. Deyirəm, mən başa düşdüm, mən niyə yaşamalıyam. Allah verdiyi biliyi mən kiməsə ötürməliyəm. Sən mənim şagirdim olacaqsan. İstəyirsən, istəyirəm Rəna xanım. Deyirəm ki, bu boyda Allah mənə biliyi verir. Mən mütləq bunu insanlara verməliyəm ki, onsuz da mən burada qonağam. Bir gün varam, bir gün yoxam. Amma insanlara kömək lazımdır eləməyə. Sizin enerjiniz oradan gəlir. Amma siz boşluq oydu. Boşluq o, amma sizin öz boşluğunuz. Yox, təbii ki. Hər insana aid öz antenası gələcək. Başa düşdünüz? Mən sizə başa düşdüm yanaşmanız əslində. Anladınız? Və siz o vəziyyətdən çıxacaqsınız. O deyir, ikinci nəfəs gəlir. Başlayırsınız yaşamağa. Artıq çox vaxtı sonra yaxınlaşdılar. İradə xanım, siz şagird bıraxırsınız. Deyirəm, bəli, kurs eləyəcəksiniz. Deyirəm, yox, mən kurs eləməyəcəm. Deyir, niyə? Ona görə ki, deyirəm, kursa insanı, yəni özümə görə deyirəm, heç kimə görə heç bir şey demirəm. Öz işimə görə deyirəm. Deyirəm ki, bu belə bir nazik işdir, incə işdir, Allahla olan işdir. Bunu kursa yazdırıb hər adama, yəni o gücü düzgün istifadə etməz, özünü məhv eləyəcək. Yəni ki, bu təhlükəlidir insan üçün. Bunu
bacaran insana gərək. Bacaran lazımdır. Hə, ona görə də məsələn burada mütəxəssislər olur da, kiminlə ki biz işləyirik, onlar da bu insanların içində deyir ki, sən bu işi bacararsan. Yəni bu kursa da yazılanda belə kurs keçib bu keyfiyyətlidir. Məsələn biri bir dəfə kursa yazılmışdı. O ana üçün kurs keçirtdi və anasında ağır xəstəlik var idi, içinə çəkdi və ağır vəziyyətdə çıxarda bilmirdi izindən. Yəni ki, bu biraz təhlükəlidir. Bunu bacarırlar, amma siz bilin ki, məsələn bizim işimiz müxtəlif insanlarla işləyirsən, hamısı neqativlə gəlir. Yəni ki, o biri zəng gəlib deyir, İradə xanım, mənim vəziyyətim çox pisdir. Deyirəm, valla vəziyyəti yaxşı olan heç bəy axtarmır. Yəni mənim işim budur. Mənim vallahi hamıdan pisdir, deyirəm, vallahi hamı onu deyir. Yəni başa düşdünüz? Və ona görə də belə mütəxəssislər olmalıdır ki, yəni biz bunlarla işlədikcə, yəni ki 6-7 də pasiyent qəbul eləyirsən, insan o deyir ki, bir dəfə qulaq astım qohumla, çökürəm o mənə zəng eləyəndə, dərdim mənə tökəndə. Yəni siz belə başa düşürsünüz ki, burada ağır energetik ağır insanlar gəlir və müxtəlif insanlar, yəni ki burada təmizlənməlisən, bivik olmursan axı insanın dərdinə, sən insanın dərdini, insanın indi də bu nəsil söhbəti, mən nəslin içinə girirəm, nəslin ağırlığını hiss edirsən, yaşayırsan, yəni ki, o vəziyyətdən çıxmaq üçün, çökməmək üçün müxtəlif praktikalar eləyirsən və sən burada çox güclü insan olmalıdır, yoxsa insan özü çökür. Yəni çox vaxtı ona görə də tanınmış həkimlər 50 yaşından sonra birdən-birə ölürlər. Yəni onlar əl vururlar və burada bu energetik olaraq ağır xəstənin enerjisi keçir həkimin içinə və bu elə belə deyil, yaxud psixoloqa. Və onlar çökürlər. Yəni çox vaxtı məsələn yoga instruktorları niyə keçirdə bilmirlər dərsi? Artıq ötürə bilmirlər. Başa düşdünüz? Burada qidalanmalısan ki, ötürəsən. Bu qidalanma düz getmirsə, onlar çökürlər. Və təmizlənmə olmursa, burada müxtəlif hamının aurası, negativ auralar çox vaxtı olur. Və bu insanı elə bir energetik olaraq sorur. Və sən burada bunu tez auranı, öz insanda axı 10 dənə lay var, o 10 layı tez təmizləyəsən ki, yenə də kömək eləyə biləsən. Bu çakradan başqa 10 lay var. Hə, 10 lay. Siz energetik layları deyirsiniz də? Bəli. Auradır, negativ beyin, pozitiv beyin.